İnsan insana lazımdır və insan sosial varlıqdır. Ünsiyyət mütləq vacibdir. Amma Ömər Xəyyam demişkən, kiminlə gəldi olmaqdansa tək olmaq daha yaxşıdır. Nə gəldi yeməkdənsə ac qalmaq daha yaxşıdır. Və bir insanın sizin insan olduğunu hardan bilə bilərsiniz? Hiss etmək. Onu burada içərdən hiss eləyirsiniz. O insanın yanındakı kişi, o qadının yanındakı özünü cəngavər kimi hiss edir, qrup yaratmaq eşqi yaranır, özünü gözəl bir versiyonunu görür güzgüdə, qarşıdakı qadında. O, deməli, onun qadınıdır. O qadın da ki, o kişinin yanında çiçək açırsa, o da ilham alırsa, rəqs eləmək istəyirsə, deməli, o kişi, o erkək onun adamıdır. Və kişi və qadın bir-birini tapanda gərək itirməməyə çalışmalıdır. Çox vaxt kişilər gec anlayırlar və onlar elə bilirlər ki, belə qadınlar yenə var, amma sonra tapmayanda geri qayıtmaq istəyirlər. Ondan sonra nələrəsə cəhd edir, amma artıq gec olur. Çünki belə qadınlar son ümidləri sönənə kimi sevirlər, amma getdilərsə limanları da yakıb elə gedirlər və bir də geri dönmürlər və dönürlər dişi canavarlara. Çünki başqa cür özünü qoruya bilmir. Və qadın əlbəttə güclü olmaq istəmir, ağıllı qadınlar, güclü qadınlar. Onlar sadəcə həyatın şərtləri məcbur edir ki, onlar dişi canavara çevrilsinlər. Və bunu edən də siz kişilərsiniz. Elə edin ki, yaxşı qadınları dişi canavarlara çevirməyəsiniz. Nəticədə əsl qadın enerjisindən, gerçək qadın enerjisindən məhrum olursunuz və olan da sizə olur kişilər. Gördüyünüz kimi bu tişört də böyükdür, yəni kişi şöbəsindən almışam. Kişilərin tişörtüdür. Bunu mən Rus və Ukraynalı stilistlərdən öyrənmişəm ki, kişi şöbəsində tişörtlər, ondan sonra yaxşı sviterlər, yəni pambıq yun olur, həm də ucuz olur. Ona görə də arada bir, tez-tez olmasa da kişi şöbəsinə dəyirəm, orada gözəl şeylər tapıram. Gördüyünüz kimi yolka ağacı var, qabaqdan yeni il gəlir və yeni il ən sevdiyim bayramdır. Və eyni zamanda qurd, canavar da mənim sevdiyim heyvanlardan biridir. Çünki siz heç sirkdə öyrədilmiş canavar görübsünüzmü? Heç sirkdə canavarı öyrədə bilirlərmi? Xeyr əzizim. Ona görə də canavar mənim sevdiyim heyvanlardan biridir. Qadınlara da məsləhətim odur ki, qadınların bir səhvi var. Qadınlar çox sevirlər birdən-birə. O qədər duyğu yoğunluğu verirlər ki, qurbağa olan adam özünü şəhzadə sanır və qarşındakını nəyə çevirməyə çalışır qadını? Qadını köləsinə çevirməyə çalışır. Ona görə də hər şey ortada gözəldir. Nə aşırı, nə az. Orta, qızıl hədd. Bunu tapan həm öz insanını tapır, həm də gözəl sevgisini. Amma əsas olan odur ki, insan sevmək hissindən məhrum eləməsin Tanrı. Çünki insan sevə bilmirsə, onda sevmək hissi yoxdursa, o nə gözəllikləri görə bilir, nə yeməklərin dadını hiss edə bilir, nə də həyatdan, xırda şeylərdən həzz ala bilir. Ona görə sevgidə qalaq və sayğıda olaq.